Bəli, biz gəldik Qarabağa. Qarabağın əsl sahibləri Qarabağa gəldilər. Qarabağ! Eşq olsun sizlərə. Festivalımız davam edir, değerli tamaşaçılarımız. Növbəti qrupumuz isə rəqs ansamblıdır. Bədii rəhbər Elsəvər müəllimi bir ürəkdən almışlayır. Elsəvər Ağayevi flash mob təqdim olunur. Buyurun. Essa bola vai rolar, mundo é um tapete verde. Quando a bola chega lá, coração fica na rede, na rede, na rede. Olá, olá. La 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 la. Bütün dünya bu reksi dinlesin. Aslı aslanlar gelir meydana. Kurban olaram ben bu dövrana. Xəncərim parıldar papağım yanda. İgidlik qaynayır damarda qanda. Kızlar süzüləndə benzer marala. Oğlanlar benzəyər coşkun qartala. Meydan dar gəlir mərdin addımına. Düşmənlər baxmasın polad qatına. Bu elin rəqsidir, canın canıdır. Qədim babaların şan şöhrətidir. Haydi qardaş vur dizini, meydan görsün öz izini. This is our soul, this is our flame. Everybody dance for the beautiful game. Feel the bass in every street, feel the fire in your feet. Flags are waving left and right, every city shines tonight. From the beaches to the stands, we are moving hand in hand. Mexico, Canada, USA, open the world, let's celebrate. Clap, clap, feel the sound. Jump, jump, shake the ground. Move, move, touch the sky, football fever flying high. One ball, one dream, one world, one team. When the rhythm starts to rise, we like the stars across the skies. Шереметьево бит, будто бы мы домой. Я на заднем кузове АК-8. Залетаю, как я залетаю домой. Мы тупо флагами тыкали перед треками бой. Такими дикими треками пели перед толпой. Я залетаю в ту краль, залетаю в Италию, залетаю в Дубай, будто бы мы домой. Now put your motherfucking hands up. В клуб мы врубаемся, улыбаемся. В клуб мы врубаемся, Я пьяный молодой, в бары как домой.
flashmob süper idi. Bizim aramızda bugün qəhrəman şəhidlərimizin övladları da iştirak edir və şəhid ailələrimizdən bizim burada Ruhiyyə xanım var, qəhrəman oğlumuz Malikin 1993-cü ildə Füzulinin Qaraxanbəyli kəndində şəhid olan və itkin düşmüş, bugünə qədər itkinlərin siyahısında adı olan və nəşi tapılmayan qəhrəman bir oğlumuzun bacısı bizimlədir. Gəlin şəhidlərimizin ruhuna salam verərək bir alqış gəlsin sizdən. Ruhiyyə xanım, bugün burada bu gözəl balaları görmək doğrudan da qürur vericidir. Və bilirəm ki, bu dəqiqə sizin ürəyinizdən hansı hisslər keçir. Çünki sizin qardaşınız, itkin düşən Malik məhz bu övladlarımızın belə gözəl günlərdə bir yerdə, Şuşada, Qarabağın hər bir dilbər gülşəsində gözəl günlər keçirtmək üçün şəhid olublar. Mən salamlayıram hər kəsi və bütün şəhid ailələrinin qarşısında baş əyirəm, anaların, ataların, bütün əzizlərinin hamısına səbir diləyirəm. Və Allahdan hamısına rəhmət diləyirəm ki, bugünkü gün bu uşaqların bu gülər üzdən, gözəl yerlərimizdə, alınmış torpaqlarımıza, işğal olunmuş torpaqlarımıza qayıdıb. Belə şənlikləri çox ürək açıcıdır. Allah heç vaxt gələn nəsildə heç kəsə müharibə qismət eləməsin. Bütün cavanlarımız yaşasın firavan, uşaqlarımız da üzü gülər böyüsünlər həmişə. Bütün şəhidlərə Allahdan rəhmət edirəm. Qazilərimizə can sağlığı arzulayıram. Əvvəlki sağlamlıqlarına qayıtmağı arzulayıram. Var olasınız. Allah sizə canınızı sağ eləsin. Təşəkkür. Və bizim aramızda Ruhiyyə xanım, iki şəhidimizin gül balası var. Mübarək şəhidimiz Vasif Həmidovun qızı Ayan Həmidova. Gəlsin bura bizim gözəl nur üzlü balamız. Şəhidimizin əmanəti, şəhidimizin yadigarı. Və bizim digər bir qəhrəman şəhid oğlumuz Zaur Əliyevin övladı Ümid Əliyev buradadır. Gözəl balalarımız Şəkidən gəliblər Qarabağımıza. Ürəkdən alqışlayın onları. Bədii rəhbər Vəfa Həmidlidir və bizim üçün gözəl bir rəqsləri var. Rəqsimiz var, düzdür? Hazırıq. Ürəkdən alqışlayaq Ayanı və Ümidi. Xanımı bəy yaparsın tezlik ilə toy eləsin. Qoy xanımı bəy yaparsın tezlik ilə toy eləsin. Səni də gəl mən alaram, mən də bir bəy olaram. Səni də gəl mən alaram, mən də bir bəy olaram. Pulun var, Var var, pulun var, var. pulun var gələrəm. Bilirəm gələrsən, Belə yarımsan. belə canımsan. Var var, Pulun var, var. pulun var gələrəm. Bilirəm gələrsən, Belə yarımsan. belə canımsan. Yaparsın tezlik ilə toy eləsin. Qoy xanımı bəy yaparsın tezlik ilə toy eləsin. Səni də gəl mən alaram, mən də bir bəy olaram. Səni də gəl mən alaram, mən də bir bəy olaram. Pulun var, Var, pulun var, var. pulun var gələrəm. Bilirəm gələrsən, Belə yarımsan. belə canımsan.
Vasif Həmidovun ve Zaur Əliyevin bizlere olan emanetleri, yadigarları ürəkdən alqışlayın. Növbəti rəqs ansamblımız Lalələrdir, əziz tamaşaçılarımız. Bədii rəhbər Dilbər Abdullayevadır. Xarı Bülbül rəqsi gəlir. Rəqsimizi ürəkdən alqışlamanızı istəyirəm. Burada bizim hal-hazırda rəqsləri sizlərə təqdim etdiyimiz məkan Tut bağıdır. Əslən Qarabağda olanlar Tut bağını çox gözəl tanıyırlar. Bəli, burada bizim dahi Üzeyir Hacıbəyovun heykəli ucalır. O Üzeyir Hacıbəyov ki bizim himnimizin müəllifidir. Ve bizim himnimizde qeyd olunan hüququndan keçən əskərlər isə bizim qəhrəman şəhidlərimizdir. Qəhrəman şəhidlərimiz öz canlarından, öz yaşamak hüquqlarından ona göre keçtiler ki bugün bizim bax bu balalarımız firavan, müstəqil, suveren Azərbaycanımızda gözəl günlerini keçirsinler. Eşq olsun Azərbaycanımıza, eşq olsun Azərbaycanın müzəffər qalib ordusuna, eşq olsun Azərbaycanın Ali Baş Komandanına, eşq olsun, alqışlarınızı eşidək. Ve bizim balalarımızın növbəti bir rəqsi gələcək. Bakı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzindən bədii rəhbər Xuraman Şəmsdir. Xoreoqraf Rəvanə Rüstəmzadə. Xoreoqraf Rəvanə Rüstəmzadə. Bəli, kompozisiyanın adı belə adlanır. Sən galipsen. Doğrudan da biz Azerbaycanlılar galibik, sen galipsen. Ömer Genizadəni ürəkdən alqışlayın. Bu millet cesurların hünerinden ruhlanır. Galibiyet kazanıp zirvelere yollanır. Qarabağ zaferiyle şanlı bir tarih yazır. Eşq olsun igidlere, yaşasın Azerbaycan. Var olsun mert milletim, yaşasın Azerbaycan. Sen galipsen bütün dünya gələ benden danışır. Odlar yurdum, ana vətən, zəfər sənə yaraşır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. Yurdumuz öz xilaskar oğluna arxalandı. Bayrağımız hər qarış torpaqda dalgalandı. Bu xalqın qəlbi ruhu canı Azərbaycandır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. Sen galipsen bütün dünya gələ benden danışır. Odlar yurdum, ana vətən, zəfər sənə yaraşır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. Şəhidlərin ruhunun şad olan məqamıdır. Hər damla qanı belə torpağa salamıdır.
Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. Sən qalibsən, bütün dünya qələbəndən danışır. Odlar yurdum, ana vətən, zəfər sənə yaraşır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. А в глазах сердечки, косички и колечки, а в руках ромашка, девочка-милашка. А в глазах сердечки, косички и колечки, а в руках ромашка, девочка-милашка. А в глазах сердечки, косички и колечки, и в руках ромашка, девочка-милашка. Заплету косички, заколки Hello Kitty, хлопают реснички, песня дарит Мите. В сладком лимонаде отражение лета, облака на небе, как сладкая конфета. Baby, упс, а в кармане чупа-чупс, баблгам, яркий вкус, мы носили это плюс. Baby, упс, а в кармане чупа-чупс, баблгам, яркий вкус, мы носили это плюс. А в глазах сердечки, косички и колечки, а в руках ромашка, девочка-милашка. А в глазах сердечки, косички и колечки, и в руках ромашка, девочка-милашка. А в глазах сердечки, косички и колечки, а в руках ромашка, девочка-милашка. А в глазах сердечки, косички и колечки, и в руках ромашка, девочка-милашка. По городу на скейте, музыка в колонке, в малиновом рассвете мы забиваем фотки. Ты в моем тиктоке шлешь лайки и комменты, просто прибавь звука, запоминай моменты. Делай так или вот так, в рюкзаке моем тик-так, баблгам, яркий вкус, мы носили это плюс. Делай так или вот так, в рюкзаке моем тик-так, баблгам, яркий вкус, мы носили это плюс. А в глазах сердечки, косички и колечки, а в руках ромашка, девочка-милашка. А в глазах сердечки, косички и колечки, и в руках ромашка, девочка-милашка. Alqışlarınızla Xalidə Hacıyevanı ürəkdən alqışlayaq. Növbəti bizim rəqsimiz isə gəlir Mələklər rəqs qrupundan. Sola Zeynəb Nəcəfova, bədii rəhbər isə Xəyalə Həşimova. Alqışlarınızla Mələklər rəqs qrupu.
Şuşa bir tamaşa, yay günləri sərin. Gözəl Şuşa bir tamaşa, yay günləri sərin. Cıdır düzü, ayrı gündüzün aynasıdır keçmişlərin. Cənnətim Qarabağ, zinətim Qarabağ, nəğmələr gülüstanısan, sevgi dastanısan. 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 Nəğmələr gülüstanısan, sevgi dastanısan. Nəğmələr gülüstanısan, sevgi dastanısan. Alkışlarınızla Zümrüt Nəcəfovanı ürəkdən alqışlayaq. Bədii rəhbər Xəyalə Həşimova Mələklər rəqs qrupu və festivalımızda növbəti rəqsimiz gəlir. Bildin hansı rəqsdir? Ləli rəqsi. Ləli rəqsi. Bu budur. Ay Ləli odur. Deyəsən odur. Buxara rəqs ansamblını ürəkdən alqışlayın. Bədii rəhbər Elnur Atayev Ləli rəqsi gəlir. Bəh-bəh qızlarımız necə lalə kimi geyiniblər. Qıpqırmızı, al əlvan. Ürəkdən alqışlayaq bizim Buxara rəqs ansamblını. Ay Ləli,
təqdim etdilər. Bax belə, rəqslərimiz bir-birinin ardınca gəlir və çox gözəldir. Mən buradan bədii rəhbərlərə təşəkkür etmək istəyirəm. Ləli rəqsini oynayan qızlarımız, gəlin görüm yanıma. Gəlin görüm gözəllər, gəlin bura, gəlin bura. Yanıma gəlin. Əyləşin burada, əyləşin. Ay sağ ol, gözəl. Bax o kamera çəkir bizi. Ora bir əl eləyək. Bax belə, Elnur müəllimə də salamlayırıq və bugün burada rəqsləri belə gözəl, şövqlə, zövqlə, həvəslə təqdim edən bütün balalarımıza və eyni zamanda bədii rəhbərlərə bir ürəkdən alqış istəyirəm. Həqiqətən Azərbaycanımızın çox gözəl milli rəqslərini övladlarımıza öyrədən, bu gözəl mədəniyyətimizi, incəsənətimizi yaşadan bədii rəhbərlərə, müəllimlərə çox sağ ol deyək, təşəkkürümüzü bildirək. Çünki bir rəqsin üzərində çalışmaq üçün doğrudan da həftələrlə, aylarla əziyyət çəkirlər. Amma əziyyətiniz hədər getməyib, rəqslərimiz çox gözəldir, möhtəşəmdir. Alqışlayın özünüzü. Davam edirik. Dəniz rəqs qrupu gəlir. Bədii rəhbər Elnarə Süleymanova. Alqışlarınızla.
ve növbəti rəqs qrupumuza keçid alırıq. Alqışlarınızla balalarımızı yola salırıq. Növbəti rəqs qrupumuz Nur rəqs qrupudur. Bədii rəhbər Samirə Sultanlı Azərbaycan maralını sola ifa edəcək Xədicə Əmrəliyeva. Alqışlarınızla. Alqışlarınızla Xədicə Əmrəliyeva. Təşəkkürlər. Bizim Xədicə xanım qızımızın deyəcək sözləri var. Yəqin ki, festival iştirakçılarını təbrik edəcəksiniz. İlk öncə hamınızı salamlayıram və burada iştirak edən hər kəsə uğurlar diləyirəm. Mən Zərdab Royon Nur rəqs qrupuyla burada iştirak edirəm. Burada iştirak etmək mənim üçün bir qürurdur. Və bu anlarda bizə bizim bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimiz isə şəfa diləyirəm. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Təşəkkürlər Xədicə və hal-hazırda Odlar Yurdu rəqs ansamblının növbəti bir rəqsi ilə, ifası ilə festivalımız davam edir. Bədii rəhbər Gülxar xanımı bir ürəkdən alqışlayın. Bəy rəqsi gəlir. Bizim bəy balalarımız bizim üçün gözəl bir rəqs ifa edəcəklər. Alqışlarınızı eşitmirəm.